Hər vaxtınız xeyir olsun əziz dostlar, tamaşaçılar. Sizi Mahmudlardan salamlayıram. 2 noyabr bazar günü payızın son ayının ilk günlərindəyik. Havanın temperaturu çox gözəldir. 26 dərəcə və bu gün sizə Naula antik kəntini göstərəcəm, hansı ki Mahmudlarda yerləşir və qoruq elan olunub. Buradan belə bir girişi var. Mən buranı əvvəllər göstərmişəm, hardasa 3-4 il əvvəl, tam xatırlamıram. Buradan videom var və yenə izləyicilərimiz yeni və çox olduğuna görə, çoxaldığına görə artıq 10.300-ə yaxınlaşırıq. Ona görə antik kəndi göstərmək istədim sizə yenidən. Bura arxa tərəfdən Naula antik kəntin girişidir. Deməli, yeni belediye başkanı seçildikten sonra belə bir söhbətlər gəzirdi ki, buranı hər yeri təmizləyəcəklər və buranı necə deyərlər, görməli yerlər siyahısına salıb girişi ücretli eləyəcəklər. Amma hələ ki nədənsə bu olmadı. İnşallah o da olar. Ümumiyyətcə bura qoruqdur. Rusca zapovednik deyək. Yəni bura tam qorunur yenə də, çünki tarixi yerdir. Naula antik kəndi qədim sivilizasiyaların yaşadığı bir yerdir. Əvvəllər burada yaşamışlar. Bura böyükdür əslində. İndi baxacağıq ətrafa. Böyük ərazidir. Dənizə hardasa buradan 400-500 metr məsafə var. Bəli, əlbəttə buralar düzəlsə, gözəlləşsə daha da yaxşı olar. Tarix yəni önəmlidir. Bütün böyük şəhərlərdə tarixi yerlər həmişə dəyərlidir, qorunur, muzey halına gətirilir. İnşallah Mahmudlarda da bələdiyyə buna diqqət yetirər. Buranı gözəl düzəldərlər, yollarını, girişini, çıxışını və biz də daha gözəl Naula antik kəntinə gəlib çəkərik, göstərərik. Baxın, ətrafda hər yerdə ağaçlardır. Bura yaxın ərazilərdə inşaat olmaz. Qoruqdur bura. Biz şəxsən mən bura çox yaxın yaşayıram. Baxın, antik kəndin arxa tərəfində, hətta oradan bizim bina görsənir. Yəni bizim binanın hardasa 100-150 metrliyində yerləşir Naula antik kəndi. Bizim daimi yaşadığımız yerin, öz evimizin, Alanya'dakı evimizin tam yaxınlığında yerləşir. Baxın, burada belə bir yerlər var. Yəni əsl abadlığa ehtiyacı olan bir yerdir bura. Əslində buraları gözəl düzəldib təqdim eləyə bilərlər. Tez-tez burada fotosesiyalar olur, seriallar çəkilir, filmlər çəkilir. İndi mən buradan yuxarı çıxacağım. Yuxarı çıxıb göstərəcəm sizə. Hər yer daşlıqdır. Bura gəlsəniz ayaqqabı olaraq rahat ayaqqabı seçin, idman ayaqqabısı. Ayağınız ağrımasın. Burada da Türkiyə bayrağı asılıb ən üst təpədə. Əvvəllər insanlar burada yaşamışlar və əsasən də dəniz yaxında olduğuna görə balıqçılıqla məşğul olmuşlar. O arxa tərəflər isə hamısı banan sahələridir. Dənizdə aradan görsənir. Mən isə yavaş-yavaş sizinlə bərabər çıxıram ən üst qata. Arxa tərəfdə gözəl dağlar, inkişaf etmiş müasir binalar Mahmudlara yaraşıq verir. Belə bir dövr eləyək, ətrafa baxaq. Biz də bazar günü hər bazar olduğu kimi çıxırıq, istirahət edirik, gəzirik və sizə yeni maraqlı bir şeylər göstərmək istəyirik. Bəli, Türkiyənin bayrağıdır. Dediyim kimi antik kənd Naula böyükdür. Kənardan görsənməyə bilər. Baxın nə qədər ərazini əhatə edir. Burada keçmiş tikililər hamısı qalıqları qalıb. Burada daha yaxşı aydın görsənir.
Yəqin ki, burada qala olub, ən üst təpədə. Hər yerdə olduğu kimi indi o tərəfə keçib baxarıq. Belə görsənir ki, burada qala olub. Qalalar adətən ən üstdə yerləşir ki, düşmənlərdən müdafiə olmaq üçün, hücumlardan müdafiə olmaq üçün rəqibə çətinlik yaratsın və oradan özünü müdafiə eləmək yüksəkdən daha asan olur. Bəli, artıq ən təpə nöqtədəyik. Arxa tərəfə də baxaq. Belə arkalar filan sezmək olur. Orada pəncərə, bəlkə də qala divarı olub. Hamısı qalıqlar. Buranın da oradan da təmirə və gözəl təqdimata ehtiyacı var. Alanya Belediyesi bura nəzər yetirsə, Mahmudlara qazandırsa buranı, əlbəttə ki, turizmə də böyük təsiri olar. Turistlər, eləcə də biz hamımız, yəni tarixi yerləri çox sevirik. Harasa gedəndə çalışırıq tarixi məkanları ziyarət eləyək, baxaq, nəsə öyrənək. Burada belə yer ola bilər, olmalıdır da. Nasıl ineceğiz? Nasıl Bu da, baxın biz oradan girdik. O giriş isə oradan girdik. Siz də gəlib, məsələn, maşını oralarda park edərsəz, əgər maşınla gəlsəz, oradan girib bura çıxa bilərsiniz. Yəni, ən azından görmək istəyənlər olsa gələ bilər, rəsmlər çəkə bilər bir tarixi yer olaraq. Naula Antik Kəndi Mahmudlarda yerləşir. Belə əziz dostlar, bununla da bir bazar günü Mahmudlar Naula Antik Kəndindən olan videomu yekunlaşdırım. İnşallah gələn videolarda görüşərik. Sağ olun, var olun.